Arzuxan bəy, ADA Universitetində keçirilən tədbirdə Azərbaycan prezidenti Ermənistan-Azərbaycan arasındakı sülh prosesinə də toxundu, ciddi mesajlar verdi. Cənab prezident belə bir ifadə işlətdi ki, biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim. 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və güya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin əslində eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan pasiv revanşistlər. Yəni dövlətimizin başçısı açıq şəkildə bəyan etdi ki, Ermənistandakı bugünkü hakimiyyətdə intiqam hissi ilə yaşayır. Bəli. Onlar da fürsət düşsə revanş götürmək niyyətindədirlər və sülhə o qədər də meyilli deyirlər. Son günlər baş verən proseslər, aldığımız məlumatlar, sosial şəbəkələrdən öyrəndiklərimiz və eyni zamanda qapalı informasiya mənbələrimizdən aldığımız məlumatlar belə deməyə əsas verir ki, Ermənistan Azərbaycana hücuma hazırlaşır. Sizcə Ermənistan buna cəsarət edəcəkmi? Azərbaycan-Ermənistan sərhədində lokal da olsa bir toqquşma gözlənilirmi? İlk əvvəl onu deyim ki, Ermənistan bu cəsarəti özündə çətin ki tapa bilsin, amma eyni zamanda biz yaddan çıxarmamalıyıq ki, Ermənistanın arxasında dayanan havadarları var və onlar təhrik edirlər erməniləri. Ermənilər tək başına qalsalar özləri çox gözəl bilirlər ki, bu arealda ümumiyyətcə mövcudluqları çox böyük sual altına düşmüş olar və gəldikləri yerə qədər çıxıb getməyə məcbur olarlar. Amma bu gün onlara dəstək verən, bu gün onları silahlandıran, onları revanşist addımlar atmağa təhrik edən güclər var ki, əslində cənab prezidentin dediyi fikirlər ermənilərlə yanaşı, ermənilər bizim üçün kiçik bir, deyək, düşməndirlər. Əslində onların arxasında dayanan, havadarlıq edən güclərə yönəlmiş fikirlər idi və biz heç bir halda erməni xislətini yadımızdan çıxarmamalıyıq. Biz bu unutqanlığımız ona gətirdi ki, 1905-ci ildə baş verənləri, 18-20-ci illərdə baş verənləri, 30-cu illərdə, 48-53-cü ildə baş verənləri, ondan sonraki dönəmdə, Sovet dövründə, Rusiya imperiyası dönəmində hətta, eyni zamanda da 88-ci ildən sonraki dönəmdə baş verənləri heç vaxt yaddan çıxarmamalıyıq. Zamanında Ter-Petrosyanı, ermənilərin birinci prezidentini mələk qismində, demokrat qismində təqdim edirdilər bir çox hallarda. Hətta bizim də bəzi nümayəndələrimiz bununla bağlı öz fikirlərini bildirirlər, amma gördünüz ki, 93-cü illə bağlı onun yayılan bir videosunda bu adamın içi, adam demək mümkündürsə, bütün içi artıq görünmüş oldu. Eləcə də Paşinyan da Ter-Petrosyanın əlinin altında böyümüş uşaqlarından biri olubdur zamanında. İndi münasibətlər korlanıbdır, bir-birlərini ateşə tuturlar, amma istənilən halda biz onu da yaddan çıxarmamalıyıq ki, həmin Paşinyandır ki, gəlib Şuşada qol qaldırıb sərxoş halda oynayırdı. Ermənistan, Qarabağ Ermənistandır, nöqtə deyirdi. Hətta 2-ci Qarabağ savaşından sonra ki, biz çox böyük zəfər əldə elədik. 10 noyabr bəyannaməsinə, əslində kapitulyasiya aktına imza atandan sonra belə 2021-ci ildə onların o qondarma qurumunun yaranmasının güya növbəti ilk dönümü ilə əlaqədar Paşinyan Ermənistan baş naziri olaraq həmin qondarma qurumunun rəhbərliyinə və orada yaşayanlara təbrik teleqramı göndərmişdi. Bunlar yaddan çıxmamalıdır heç bir halda. Amma təbii ki, deyir, nə ilə dostluq elə, amma çomağı da əlindən yerə qoyma. İndi biz hələ ki, bu ermənilərlə bir arealda yaşamağa məhkumuq. İndi qonşuları seçməmişik. Təəssüflər olsun ki, belə qonşular qisməti olubdur. Şimaldan, cənubdan, qərbdən və s. və ilaxır. Amma istənilən halda təbii ki, ermənilər Azərbaycan ordusunun, Azərbaycan hərbi gücünün, Azərbaycan dövlətinin qüdrətinin, iqtisadiyyatının qarşısında heç bir halda nəsə eləmək iqtidarında deyirlər. Təxribatlar davam edir və son dövrlərdə intensiv xarakteri alıbdır. Təəssüflər olsun ki, Ermənistan təkcə müdafiə silahlarıyla deyil, hücum silahlarıyla, öldürücü silahlarla silahlanmaqdadır, silahlandırılmaqdadır. Peşkəş edilir o silahlar onlara. Pulsuz verirlər çoxunu. Pulsuz verilir. Adı olur bir çox hallarda ki, silahları götürürlər, kredit. Sonradan da o kreditləri bağlayırlar, necə ittir, batır, necə silirlər, onlar məlumdur.
zamanında şimal qonşumuz 1 milyard, bir dəfəyə 1 milyarddan artıq silah sursat vermişdi. O sonradan həmin o borc silindi, getdi. Yəni ermənilərə bu cür dəstək verməklə əslində onları gələcəkdə ola bilər ki, yeni nəsə bir düzən formalaşacağı təqdirdə addımlar atmağa təhrik edəcəklər. Amma biz izləyirik və görürük ki, erməni cəmiyyəti əslində müharibəyə yox deyibdir. Paşinyanın növbəti dəfə, bu bir nonsens idi də, müharibəni uduzan, biabırçı şəkildə uduzan, o qədər fərarisi olan orduya rəhbərlik eləyən başkomandan olaraq bir şəxs növbəti dəfə əhalinin səsini qazandı. Nəyə görə? Çünki erməni cəmiyyəti müharibədən qorxur, gözləri qorxubdur. Bilirlər ki, Azərbaycanın reallıqda gücü nəyə qadirdir. Və cənab prezident səhv eləmirəmsə yenə də Ada Universitetində yenə dedi ki, ən yaxşı halda o silahlar bizim Qənimətlər Parkının növbəti eksponatı ola bilər və orada İskəndər M raketi ilə bağlı da cənab prezident öz fikirlərini bildirmiş oldu. Mən bir neçə dəfə demişəm bunu efirlərdən. O zaman 2021-ci ilin yazında İskəndər M raketi Şuşa yaxınlığında tapıldı onun qalıqları və o zaman Azərbaycan tərəfi həm Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Rusiyanın Müdafiə Nazirliyinə sorğu ilə müraciət elədi ki, İskəndər M raketinin üçüncü dövlətə verilməməsi ilə bağlı Rusiyanın öhdəliyi var. Xüsusilə də o nüvə başlığı daşıyan raketlərin verilməməsi ilə bağlı. Necə olubdur ki, bu ermənilərin əlinə keçib və ermənilər mi istifadə ediblər bundan, ruslar özləri mi istifadə ediblər deyə ciddi suallar ünvanlandı. Bu gün də hələ ki o suallar havada qalıbdır. O suallara cavab verilməyibdir. Cənab prezident fayda var növbəti dəfə bu məsələni gündəmə gətirməklə əslində bir daha mesaj yönləndirmiş oldu ki, bütün dünya da bilsin ki, İskəndər M raketləri öldürücü silahdır və o necə olmuşdu, ermənilərin əlinə keçmişdi. O zaman belə kularlarda Rus mətbuatında belə fikirlər səsləndi ki, güya ambardan oğurlayıblar. Oğurlayıblar da bu təbii ki, Rusiyanın öz məsuliyyətidir və bu ambardan necə oğurlaya bilərlər? Ambardan nətər oğurlana bilər və siz o silahları saxlaya bilmirsinizsə, səhərsi gün nüvə başlığı olan silahlar da oğurlanıb dünyaya qarşı yönəldilərsə, hər hansı bir ölkəyə qarşı yönəldilərsə, bu çox böyük bir faciələrə səbəb ola bilər. Deməli, bu ölkə onu məqsədli şəkildə Rusiya vermiş olan ölkə və məqsədli şəkildə vermiş təbii ki, istənilən halda məsuliyyət daşıyırlar və bu gün də ermənilərə o silahlar verilməkdədir. Təbii ki, biz paralel olaraq biz özünə silah lazımdır. Rusiya verməsə başqaları verir. Bilirsiniz, bu büdcə müzakirələrində də bu məsələ gündəmə gəldi. Biz bu il Azərbaycan dövlət büdcəsindən 2025-ci il üçün 8,4 milyarddan artıq vəsait ayırdıq. Müdafiə qabiliyyətimizin yüksəlməsinə, ordumuzun təchizat olunmasına, yeni silahlarla silahlanmasına, eyni zamanda da Qarabağın abadlaşdırılmasına 4 milyarddan artıq vəsait ayırdıq. Deməli, təxminən 12-13 milyard vəsait yalnız müdafiə qabiliyyətimizin artırılmasına və dağıdılmış, ermənilər tərəfindən dağıdılmış Qarabağın digər ərazilərin bərpasına yönəldilib. Təqribən büdcənin yarısı qədər. Bu pullar sosial-iqtisadi problemlərə yönəlsəydi görün nə olardı. Vətəndaş məmnunluğu idi, bu insanımızın daha maddi rifah halını daha da yaxşılaşdırmaq. Amma biz məcburi surətdə bu vəsaitləri ayırmağa məhkumuq. Çünki erməniləri silahlandırırlarsa biz gərək 10 qat artıq bu məsələdə ayıq-sayıq olaq. Çünki ermənilərə havadarlıq eləyənlər çoxdur və təəssüflər olsun ki, dünyada beynəlxalq hüquq da ayaq altındadır. Beynəlxalq təşkilatlar da heç nəyə yaramırlar, BMT başda olmaqla. Biz bunu 30 il ərzində gördük, öz üzərimizdə hiss elədik. Eyni zamanda dünyada təəssüflər olsun ki, bir xristian təəssübkeşliyi var. Dünyada təəssüflər olsun ki, İslamofobiya var. Dünyada təəssüflər olsun ki, Türk düşmənçiliyi var və bütün bu kontekstdə təbii ki, biz öz müdafiə qabiliyyətimizi də gücləndirməliyik, daha güclü olmalıyıq.